Kəm belə deyək də, mən bəzi adları deyə bilmirəm hələlik. Amma Əsgər Məmmədov adlı, Əsgər Məmmədov bizim keçmiş baş nazir müavini var idi. Baş nazirin keçmiş bir müavini vardı. Allah qan rəhmət eləsin. Gözəl insan idi. Əsgər Məmmədov. Mən dəqiq bir sizə indi məlumat verəcəyəm. Şübhəsi olanlar da, yəni istənilən vaxt sübutu mən təqdim edə bilərəm. İndi sizə deyəcəyim məlumat 100% məlumatdır. Əsgər Məmmədov milliyyətə talışdı. Eşq olsun Talış xalqına. Talış xalqı çox böyük oğullar böyüdüb Azərbaycan üçün. Çox böyük, nəhəng kişilər böyüdüb. Onların biri də Əsgər Məmmədov idi. Əsgər Məmmədovun özünün bir yoldaşa verdiyi məlumata görə gedir Tehrana Xameneyi ilə şəxsdən rəhmətlik. Allah ona qəni rəhmət eləsin. Mən də bu rəhmət oxuyanda bəzi adamlar infaq vurur ki, sən niyə ona rəhmət oxuyursan? O rəhmətli kişidir. 5-6 dənə gədə güdüyə görə biz haqqa göz yuma bilmərik. O çox rəhmətli kişidir. O Xameneyi ağa. Deməli, Xameneyi ilə görüşür. Əsgər Məmmədov o yoldaşa danışır ki, bəs o bilmir ki, mən talışam. Elə bilir ki, mən türkəm. Ana dilimizdə deyir, təmiz türk dilində məni deyir, başladı qıramağa ki, və siz necə kişilərsiniz, necə türklərsiniz ki, o bir oğuz ermənin əlində avara qalmışsınız. Xameneyi deyir, Əsgər Məmmədov. Bir oğuz ermənin əlində avara qalmışsınız, bizi də biabır eləmişsiniz. Bir türk kimi bizi biabır eləmişsiniz. Bu, Xameneyinin Əsgər Məmmədov dediği sözdür. Əsgər Məmmədov vaxt gələndən sonra bir neçə adamla bu ayda danışıbdır. Ki, belə bir söhbətimiz o bilmədi ki, mən talışam. Elə bildim, mən türkəm və türk dilində başladı danışmağa. Və həmin Xameneyi dəfələrlə elan edibdi ki, Qarabağ Azərbaycan torpağıdır və ermənilər olaraq işğal ediblər və erməniləri həmişə ittiham edibdi. Nədənsə Azərbaycanda bunun tam tərsi var bilgi kimi cəmaatın beynində. Mən son hadisələrdən başa düşmüşəm ki, bütün bunların hamısı elə İsraildir. Deməli, bu müharibəyə uzun illərdə hazırlaşılmışlar. Ağırlı baş kişilər proqram qurublar. Birinci növbədə Azərbaycan xalqını İrana düşmələmək lazımdır. İranı, Xameneyini, onun nə bilim kimi Azərbaycan xalqı üçün düşmən obrazına təqdim eləmək lazımdır ki, bu müharibə başlayanda İranı təhliyə bilək. Bugün indi həmin proses gedir. Mən, əziz həmvətənlər, sizi çox gözəl başa düşürəm. Nə baş verir? Əla başa düşürəm. Mən təbliğatın gücünü o qədər gözəl bilirəm ki, ona görə siyasi mübarizəmin bu televiziya mərhələsini 8 il gecə gündüz istirahat eləmədən çalışıram. Çünki bunun mən əhəmiyyətini və gücünü bilirəm. İnsanların beyninə, şuuruna necə təsiri qəşəng anlayıram. Və mən xalqımı ona görə qıramıram ki, sən nəyə görə həqiqətləri bilmirsən? Həqiqətləri xalqa deməmişik ki. Biz İran haqqında həmişə İsrailin tapşığı ilə Azərbaycan hakimiyyəti gətiribdir İran nökərlərin qoyub televiziya başlarına. Onlar İsrailin xilaskar, müsbət obrazını yaradıb, İranın isə zalim, zülmkar, narkotik obrazını yaradıb. Mən sizə dedim, bugün indi mən rejissorumuzdan xahiş edəcəyəm. Bunu hansı metoddan eləyiblər? Canlı bir şahid, bugün həyatdadır. Öz səsi ilə sizə indi məlumat verəcək. Diqqətlə qulaq asın, görün, hansı metodlarla İsrail və neçənci ildən bu işə başlayıb. Çox təəssüf deyəsən, texniki problem var, bizdə iş getmir nəsə. Aprel ayıydı, mən Bakıda. Diqqətlə qulaq asın. Demək, 1991-ci ilin aprel ayıydı, mən Bakıda düşdüm Fontanlar bağından. 91-ci il. Gedirdim Əliyar Bəyov küçəsinə. Orada Bilik Cəmiyyəti yerləşirdi. Danışmışdım, dedim o Bilik Cəmiyyətinin iclas salonunun icarə eləmək istəyirdim. Orada mərasim, tədbir keçirəcəkdim. Elə fikirli gedirdim, binanın qabağından keçirdim. Gördüm o binanın birinci mərtəbəsindən arxadan məni
bir nəfər adımla səslədi. Döndüm, gördüm Əmiraslan müəllimdir. Əmiraslanov türkoloq idi. Dostluğumuz vardı, münasibətimiz vardı ondan. Çağırdı məni, gəldim, girdim binanın içərisinə məni apardı. Orada iş otağı vardı, oturduq orada. Əmiraslan müəllimi tanıyırdım. Demək, Dövlət Radiosunda Türk şöbəsinin baş redaktoru idi. Burada gördüm, oturduq, elə çay süzürdüm. Dedim, Əmiraslan müəllim, siz hara, bura hara? Dedi ki, radiodan çıxmışam. Uzun illər Sovet hökumətini o tərifləmiş, dünyaya istəyirdi ki, Sovet hökumətinin mütərəqqibi ölkə olmasın, ondan ideologiyasını ayırdı, o danışırdı. İndi də sürüyüb gedib, özüm utandım özümdən ki, elə Sovet hökuməti dağılıb gedib, biz hələ də elə ondan danışırıq. Orada işdən çıxmışam, burada işə düzəlmişəm. Dedim ki, bura haradır, Əmiraslan müəllim. Dedi, tablonu görmədim, dedim, yox. Dedi, Azər Xəbər Servis. Dedim, nə təşkilatıdır? Dedi ki, güldü, bir təbəssüm elədi. Dedi, bura cuhudxanadır. Cuhudxana, təəccüb elədim, dedi, bu nə demək? Dedi, adı Azər Xəbər Servisdir. Zahirdə budur ki, bütün dünyadan Azərbaycana daxil olan məlumatlar bura gəlməlidir, buradan paylaşılmalıdır və xaricə ötürülən məlumatlar da buradan toplanıb, buradan paylanmalıdır. Dedi, zahirdə işi budur. Amma bura bir institut kimidir. Müdiri də Yahudidir, şöbə müdirləri də Yahudidir, ondan sonra işçilər də Yahudidir və zarafata dedi ki, mən də Yahudi kimi bir şeyəm də. Nə namazım var, nə orucum var, müsəlmançılıqda da quru adım var. Məni ixtisasıma görə gətiriblər, burada işləyirəm. Dedim, iş nədir burada, nə iş görmək istəyirlər, cuhudxana deyirsiniz, gəliblər, gəl burada. Dedi, 90% işçilər də bir zaman Rus dilli Yahudilər ki, Sovet hökumətindən köçmüşdülər İsrailə, geri qayıdıblar, yəni bu institutu yaradıblar burada. Dedi, açığı işləri, bunlar çox balaca görsən, tablo qoyublar ondan sonra. Heç kəs bilmir burada nə iş edir, amma bunlar bundan sonra Azərbaycan xalqının ictimai, siyasi, mədəni şuurunu formalaşdıracaqlar. Bunlar işləyəcəklər bizim xalqın beyninin üzərində. Dedim, nə eləmək istəyirlər, hara çatmaq istəyirlər? Dedi, məndən təqribən 20 yaş böyükdür. Dedi, mən Dostlar, diqqətlə qulaq asın. Bizim xalq yazıq xalqı, onu biləsiniz. Vallahi bilə biz yazıq. Bədbaxt gündəyik biz. Biz bilmirik bizim başımız üstündə hansı oyunlar gedir, biz necə idarə edirlər, bizim beynimiz necə yoyurlar, hansı metodlardan yoyurlar. Bunu bilən bizim alimlərimiz var. Mesela bugün Azərbaycanda birisi nədir? İranşünas var, şərqşünas var, Orta Şərqi bilən var. Siz birdən baxın, görün Azərbaycan dövlət televiziyalarında, Azərbaycanın YouTube belə deyək də, sosial şəbəkələrdə bir dənə alim söz eşitirsiniz. Yoxsa azda filmə çıxmasınlar. Qorxurlar, çünki mənim mövqeyimdən çəkinirlər. Mənim bir qoxar obrazım yaradıblar bunlar. Bəs Xural TV, Reaksiya TV, Hürriyyət TV, Müsavat TV, nə bilim orada başqa kanallar var, Kanal 14, Sərhəd TV. Niyə gibi Səngər TV üzrə istəyirəm, Səngər TV, buradan da salamlayıram hamısını. Niyə çıxıb danışmırsınız? Gözəl alimlər. Bu xalq sizə öz ömründən kəsib, sizə pul verir. Neçə illərdir sizi alim eləyibdir. Bəs sən İranşünas, sən şərqşünas, nə vaxt danışasan? Nə vaxt bu baş verən hadisələ analiz edib xalqa düzgün qoyub göstərəsən ki, ay xalq, baxın, bu şey niyə baş verir? Necə baş verir? Bu hara aparacaqdır? Niyə danışmırsınız? Ay İranşünaslar, haradasınız siz? Elmi akademiyasının alimləri, sizin aldığınız əmək sizə haramdır. Siz necə insansınız, necə alimsiniz? Niyə susursunuz, niyə danışmırsınız? İsraildən icazə gözləyirsiniz? Ayıb olsun sizə. Əziz vətənlər, bugün Azərbaycanın bütün mətbuatı, teleməkanı 99% İsrailin nəzarətindədir. Onlar istəməyən məlumat verilmir Azərbaycanda.
Ona görə Adolf Hitler mən məcburam ki, bəzi məlumatları sistemli verəm. Mənim 1000 dənə işim gücüm var. Azərbaycan özün dedim ben xeyli problemləri var. Xalq Parlamenti seçkiyə hazırlaşır. Mən bu seçki kampaniyasında iştirak etməliyəm. Cəmaət seçkiyə çağırmalıyam. Amma görürəm yoxdur məlumat. Məcburam ki, mən bu işlə məşğul olam. Mən İranşünas deyiləm, mən şərqşünas deyiləm. Mən orta şərq üzrə tarixçi, alim, mütəxəssis deyiləm. Siz alimlə çıxıb danışmalısınız. Diqqətlə izləyin. Görün hansı metodlarla Azərbaycan xalqının beyni yoyulur. Fikir verin. Öyle sən deyir. 20-30 ildən sonra sən indi Azərbaycanlı görəcəksən. Hətta mədəni şuurun formalaşdıracaqlar. Bunlar işləyəcəklər bizim xalqın beyninin üzərində. Dedim, neynəmək istəyirlər? Armancılıqda da quru adım var. Məni ixtisasıma görə gətiriblər, burada işləyirəm. Dedim, iş nədir burada, nə iş görmək istəyirlər? Cuhudxana deyirsiniz, yaradılar, gəl burada. Dedi, 90% işçilər də bir zaman Rus dilli yəhudilər ki, Sovet hökumətindən köçmüşdülər İsrailə, geri qayıdıblar, yəni bu institutu yaradıblar burada. Dedi, açığı işləri bunlar çox balaca görsən tablo qoyublar ondan sonra. Heç kəs bilmir burada nə iş edir, amma bunlar bundan sonra Azərbaycan xalqının ictimai, siyasi, mədəni şuurun formalaşdıracaqlar. Bunlar işləyəcəklər bizim xalqın beyninin üzərində. Burada bir ifadə işlətdi, dedi ki, bir balaca tablo qoyublar. Dostlar, bu siyonistlərin metodudur. Gözə girmə, görsənmədən iş görmək. Əla metoddur. Sən bir də kənara belə baxsan ki, bu çox xarab bir şey oxşuyur. İstediğin vaxtına vardı bu basın küçəsinin yanında. Sonra da üstü açıldı ya, bunun altında bunların sexi var. Dünya səviyyəli, burada köynəklər bıraxılır, işte salat var burada ağlı başlı. Azərbaycan bu cuhud bunu təşkil edib hamısını. Amma kənardan belə baxsan xarabalığa oxşuyur. İçində fahişxanalar, hamamlar, saunalar, böyle bir o vaxtda üstü açıldı həbslərdən çoxunu. Həbs olunan Azərbaycanlar oldu. Yahudilər çıxı getdilər İsrailə. Arada bir tablo qoyub gözə girmək olmaz. Arxasında isə böyük bir xalqın beynini necə yumaq lazımdır, saat kimi işləyirlər. Dedim, neynəmək istəyirlər, hara çatmaq istəyirlər. Dedi, məndən təqribən 20 yaş böyükdür. Dedi, mən öyle sən deyir, 20-30 ildən sonra sən indi Azərbaycanlı görəcəksən, hətta mümkündür, mömündür, saqqallı, dindardır. Danışacaq, görəcəksən ki, müsəlman da mı Yahudi kimi danışır, Yahudi kimi düşünür. Yahudilərin dostun sevir, Yahudilərin düşmənindən acığı gəlir. Yəni, bu bizim xalqın ictimai, siyasi, mədəni şuurun bunlar formalaşdıracaqlar. Onlar institutla, mexanizmin bilirlər, ondan sonra texnikləri bilirlər, neynəməlidirlər bizim medianı, ondan sonra bizim ümumiyyətlə bu xalqla iş mexanizmi, xalqın düşüncəsini, iş mexanizmin bunlar təyin edəcəklər. Dedim, Əmrəslan müəllim, məni lap qorxudursunuz, mənim biraz konkret misalla bunlar neyə bilərlər? Dedi, bura baba, indi sərhədlər açılıb, İrandan, Türkiyədən gəlirlər, hamısı gedirlər, bazara gedirlər, ticarət, bir şirkət açsınlar falan. Dedi, bunlar hələlik bu cür yerləri əl alırlar və illər keçəndən sonra bunlar Azərbaycan iqtisadiyyatda bunlar işləyəcək, siyasətdə bunlar işləyəcək, hakimiyyətdə bunlar işləyəcək, hər şey bunlar işləyəcək. Bunlar tələsmirlər Azərbaycanı. Məsələn, iqtisadi rısaqlarını ələ keçirmək üçün. Bunlar üçün əvvəl mühüm Azərbaycan xalqının ictimai, siyasi təfəkkürü, düşüncəsidir, onların beynidir. Misal deyir ki, bax, keçən həftə bütün Azərbaycan mətbuatına verilən ciddi tapşırılıq. Baxın dostlar, deməli, bu söhbətlə də gözüm sataşdı. Trolla töküblər bura, yasa yazdı. Biri yazıb ki, yaxşı yazmaq, düz yazıb. İnsana yazır ki, ay qurban, sən çox təhlükəli adamsan. Doğrudan da elədir, mən çox təhlükəli adamam. Bunu nəzərə alın. Mən çox təhlükəli adamam. Çünki haqq yadınızda qalsın. Batil üçün həmişə təhlükədir. Həmişə.
Bəli, həqiqətlər, faktlar sizin ziyanınızadır. O həqiqəti, faktlar mən təqdim edirəm deyə, əlbəttə mən sizin gözünüzdə çox təhlükəli adam olacağam. Mən bununla qürur duyuram ha. Bunlar vermir ha, deyir, bunlar ötürürlər hakimiyyətin o əlaqədar təşkilatları. Bundan sonra misal deyirdi, mən deyirdi ki, Ermənistan sözünü işlənəndə mütləq o yanda İran-Ermənistan, Fars. Üzr istəyirəm, bunu biri burada yazır ki, tarixi deyə dəqiqləşdirin, 91 necə ola bilər? Əkilər, Yahudilər Esterin vaxtından işləyirlər Azərbaycanda. Yahudi terrorçuları var ha. Ben size bir şey diyeyim dostlar. Yahudi deyəndə baxın ha. Yahudi xalqının hamısını bu indiki İsrailin terrorçuları ilə birləşdirmək olmaz ha. Yahudilərin arasında çok böyük insanlar var. Onlar bu quldur terrorçu Netanyahu'nun siyasetinin aleyhinə çıxırlar. Onlar Fələstin xalqının haqlarını müdafiə edirlər. Bizlə beraber eyni cəbhədədirlər bizlə. Xahişəm, Yahudi xalqını Yahudi terrorçularından ayırmaq lazımdır. Biz hər dəfə burada danışanda Yahudi terrorçularından danışırıq. Yahudi xalqından yox. Yahudi xalqı da onların girovudur, yazıq. Necə ki, erməni terrorçuları neçə əsr girovu oldu. İndi Paşinyan onlar o girovluqdan xilas eləməyə çalışır. Əgər inşallah dua elə ki, bacarsın. Yahudi xalqı da zulüm çəkir. Yəni, Esterin vaxtında bu iş aparırlar. Məsələn, erməni deyəndə Fars erməni. Bu sözü səhər gün orta axşam illər uzunu. Hər gün 20 dəfə, 30 dəfə o qədər işlətməli ki, məsələn, bir 10 illik dedi bu cür davam edəcək ən azı. Ondan sonra normal Azərbaycan təsəvvürdə bir dənə Azərbaycanlı orta hesabından fərz edə, il ərzində bir 50.000 dəfə, 100 dəfə bu sözü bir-birinin yanında eşidib. İran-Ermənistan, Fars erməni. Deyir, məsələn, indi cəmaət İrana məsələn normal baxır, fərz, məsələn. Ermənistansa təcavüzkardır, düşmənimizdir, mənfi yükü var. Bu, İran ona müsbət yükün ötürə bilmez, amma bu İran-Ermənistan sözü o qədər işlədir. Bu Ermənistan mənfi yükü gələcək İran. İran eşidən kimi nifrət, İran eşidən kimi mənfi təəssürat, təsəvvürlər. Və bu cür, yəni misal çəkildi mənə. Deyildi ki, bunlar xırda bir detal idi. Deyir ki, bu bir mexanizmdir. Yəni, bizim özümüzdən asılı olmayan, sabah bir Azərbaycanı görürsən, İranı nifrət edir. İllər keçiblər, nifrət edib, cavandır, ya yönetmədir, ya orta yaşlı adamdır. Soruşursan ki, bu nifrətin nədən qaynaqlanır, heç özü də bilmir. O bilmir ki, bu orta hesabdan 10 il ərzində, məsələn, fərzədə 200.000 dəfə bu İrandan Ermənistan sözün yanaşı eşidib, ya erməni ilə Fars sözün yanaşı eşidib. İndi bilmirəm, Əmraslan müəllim qalır yoxsa yox. Mənim 60 yaşım var. O, əgər qalırsa 80-dan yuxarı yaşı var. Əmraslan müəllim çox yaxşı insan idi. Çox mən ondan söhbətlərdə ondan çox faydalı. Mən buradan əgər sağdırsa Əmraslan müəllimi salamlayıram. Çox xahiş edirəm. Onun qohum qardaşları əgər sağdırsa Əmraslan müəllim mütləq xəbər edəsinlər. Bu deyilən faktla bağlı onun danışmağına çox bir ehtiyac var. Azərbaycan xalqını sevən, öz xalqına hörmət olan, istənilən adam onun tarixi və gələcəyi üçün əhəmiyyətli olan bildiyi faktları vaxtında deməlidir, xalqa çatdırmalıdır. Yoxsa xalqımıza ayıtmaq çox çətin olacaq. İstihanlərinin milyardların pulu var. Milyardlarla pulu var. Töküb it kimi də yala hürən adamlar var Azərbaycanda, növbəyə durublar. Bir dənə tez kamera, mikrofonu aslanında başlasın nağıl danışmağa. İran düşməndir, İran narkotik gətirir, İran düşməndir. İsrail bizim Qarabağ xilas edib, öndən şahid nə, qazi, sən demə Azərbaycanı İsrail xilas edib. İsrail özü qoya bilmir. İsrail özünü bir balaca Hamasdan qoruya bilmir. Gəlib Qarabağ sanıma bizdən alıb verib ermənimizə. Faydalanmışam söhbətlərindən, ağıllı, düşüncəli bir insan idi. Çox təəssüf hissi ilə deyirdi. Deyirdi ki, mən də məcburam burada işləməyə, amma özüm bilirəm ki, nə boyda bir xəyanətin içərisinə girmişəm və burada bizimlə həmfikir deyil, yəni din, iman, inanc adamı deyil, amma hörmət qoyur, çox mənim əqidəmə çox ehtiram qoyurdu. Və dinləyirdi söhbətlərimi və yaxşı anlaşa bilirdik, bir-birimizdən ortaq məxrəcə gələ bilirdik. Sözümün canı budur ki, indi də hal-hazırda o mexanizm elə yenə də işləyir. Məsələn, siz bir dənə nümunə deyirəm sizə.
Baxın, İran və narkotika. Baxın, o gün yoxdur ki, Azərbaycan mətbuatında İran və narkotika sözü 3-4 dəfə, 5 dəfə, 20 dəfə, 50 dəfə işlənməsin. Bir dənə küçədən narkotik satan tuturlar, deyirlər ki, İranlı bir barona, nə bilim, narkotik ticarətçisinə kuryerlik eləyən bilər. O kimdir, yoxdur. İnanın, bəlkə bir 1000 dənə belə bir siz cinayət işi yaxud da ki, bir ittihamnamə tapa bilərsiniz. Orada mətbuatda səsləndirilir. İranlı adı çəkilir bir İranlının göndərdiyi narkotika, bir İranlının nə bilim təyin edir, İranlının satmaq istədiyi, İranlının göndərmək istədiyi. O İranlı kimdir, yoxdur, amma mən başa düşmədim. Bu da troll bizim söhbət pəncərəsinə harda soxula bilir, anlamadım mən. Bizim texnik hisslərimiz deyəsən heç baxmırlar. Dostlar, bir şey bilirsiniz, bu trollar ki var, bunların cinsəs profillərinə görəcəksiniz ki, 2 dənə, 3 dənə belə şeyləri var, bunlar trolldular. Amma özü ləyəqəsiz, simasız bir adam, troll olan adam, burada dediği müəyyən sözün ən azı 10 adamdan 5'ində şübhə yaradır beynində. Sizdən xahiş edirəm, trolların hamısını dərhal bloklayın və blok açmayın lütfen. Biz gecə gündüz əziyyət çəkirik bu işləri görünmək üçün. Bizim gördüyümüz işləri verib altalamayın, xahiş edirəm sizdən. İşdə bilmirsiniz, işdə bilmirik. İstəmirsinizsə, yox, mənə qarşı bu təxribatı aparmayın, yaxşı hərəkət deyil. Mən nəzarətlərdən xahiş edirəm. Əgər bacarmırsınız işləməyi, deyin ki, işləmirik, mən vaxtda tədbir görüm. narkotika sözü ilə İran sözü o qədər yanaşı işlənir ki, indi bir zamanda İran deyəndə bizim artıq İran-Ermənistan, bunlar indi o söz məsəldir, amma gündəmdən düşüb. Ermənistanla dost olurlar. Bundan sonra İran deyən kimi normal bir Azərbaycanlı, bizim həm yerlərimiz yadına narkotika düşsün, narkotika sözünü eşidəndə yadına İran düşsün. Siz bundan sonra diqqətlə saxlı olun, mətbuatda gedən xəbərlərə, cürbəcür yazılara baxın, görün İranla narkotika sözü o qədər işlənir, yeri gəldi, gəlmədi, ondan düzdür, yalandır, bu şeyin həqiqəti var, yoxsa yoxdur. Məqsəd yönləyən bir tapşırıqdır ki, bu hər gün xəbərlərdə kimlərsə onlardan pul alır, xətt alır, vəzifə ya tapşırıq həyata keçirir. Onlar aylıq hesabatlarını göstərmədilər ki, İranla narkotika ilə bağlı, yəni bunların müştərək adı ilə bağlı, mən bu ay 30 dənə yazı vermişəm, 20 dənə yazıda bunların adını bir yerdə çəkmişəm. Bu sahədə bir dənə, mən deyim, layihədə də alırlar, qrant alırlar. Mən, məsələn, 3 aylıq layihəmdə 500 dəfə İranla narkotika aidiyyatı olan ya aidiyyatı olmayan sözlər, ya ifadələr işlətmişəm və cəmaatına qulaq. Başa düşürsünüz ki, hansı metodla səni idarə edirlər beynini, girirsən sosial şəbəkəyə, görürsən, abilərə, filan kəs şəhid, daram, Allah rəhmət eləsin. Maraqlanmırsan, bu doğuda şəhid yoxsa yox. Harda ölüb bu? Nətər şəhid olur? Ona görə Yəhudi, gəl Azərbaycan dilində tərtəmiz ölkən danışır, saqqal qoyduğu Ərdəbildə mollalıq eləyir. Sonra da çıxır, oturub Bakıda qarajdan Zəncanlıların sabah ayın 18-də meydanda gözləyirik. Yağa, bu da bədbaq millət. Yazıq millət, bu gün nəyi biz? Başa düşürsünüz, nə gün nəyi? Bizi belə idarə edirlər. Çünki sən alimin namusunu satıb, ağzına sualıb oturub yerində adın qoyub alim. Heyvan kimi 300-500 manatlarla yaşayır. Çıxıb xalqa alimlər söz demə, deyəm, millət səni bu metodlarla məhv eləyiblər, hep beynin düşüncəni. Aile özünə gəl. Ona çatır. Onlar da eşidiblər. Başınızı çox ağrıtdım. Sözümün canı budur ki, indi təəccüb edirik, bəzən yerlərimizi görürük, həmvətənləri görürük ki, İrana nifrət, bu hardan doğur axı? Niyə bu qədər dərin olsun, bu qədər bunlarda bu qərəz, qəzəb, nifrət hissi bizim xalqın üzərində işləyirlər, bizim beynimizdə işləyirlər. Onların bu barədə elmi var, texnologiyası var, mexanizmləri var, necə işləməlidirlər, necə həyata keçirilməlidirlər, onların resursları var, ondan sonra pulları var, onların adamları var. Yəni, bunlar layihələr əsasında, yüzlərlə layihələr əsasında bizim üzərimizdə işləyiblər. İndi təəccüb eləmək lazımdır.
Hər bir Azərbaycan, hətta məsələn dindar ya qeyri-dindar Azərbaycanlı biraz otursun, ürəyini açsın, görür İrana qarşı bunda nə qədər narahatçılıqlar var. Amma 99% izah eləyə bilməyəcək. Qaytaracaqlar siz dediniz bəzi detallara, nə bilim Qarabağ falan, bəzi söhbətlər. Halbuki məsələn bunu eyni şeyi Rusiya, Amerika, qərb ölkələri, nə bilim bütün dövlətlərdə bu şeylərdən tapmaq olar da, amma onların üzərində işlənilmir deyə onlara qarşı nə nifrət hissi var, nə qəzəb hissi var, nə də ki ayrı mənfi təəssüratlar.